Bizdən əvvəl bu torpaqlarda yaşayan, bizdən daha güclü, daha varlı və daha böyük ordusu olan milyardlarla insan indi haradadır? İmam Əli əleyhissalam bizə səslənərək xatırladır. Bizdən əvvəlkilərin ömürləri daha uzun, arzuları daha çox idi. Dünyaya pərəstiş etdilər. Lakin sonda ondan heç bir azuqə və minik götürmədən köçdülər. Dünya onlara dar bir qəbirdən, aclıqdan və qaranlıqdan başqa nə verdi? Onlar öz taxta miniklərinə, yəni tabutlarına mindirilib qəbirlərinə aparıldılar. İndi onlar yerin altındadırlar. Elə bir qonşudurlar ki, çağırana cavab verməz, zülümün qarşısını almazlar. Nə yağışa sevinər, nə də yoxsulluqdan ümidlərini kəsərlər. Onlar bir yerdədirlər, amma tənhadırlar. Yaxındadırlar, amma görüşmürlər. Geniş dünyanı buraxıb, dar və qaranlıq qəbrə köçüb. Unutmayın, bir gün biz də o susqun qonşuların sırasına qoşulacağıq. Sizi qəbirdə xilas edəcək azuqəniz hazırdırmı?